Ben Bərdə rayon şəhidi, Ədilov şəhidin atası olarak Ədilov Həsən, Bərdə şəhid ailələri adından Respublikamızın Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edirəm. Bərdə şəhid ailələri adından. Bizim Bərdə şəhidimiz Əlizadə Pərvinin atası Vüqar Əliyevə, Əlizadəyə olan haqsızlıq, Şəmkir postunda olan haqsızlığa qarşı etiraz edirik və o canlı yayımın, onun haqqında yayılan o çəkilişi, o sosial şəbəkələrdən götürülməsini xahiş edirik və tələb edirik. Bərdə şəhid ailələri adından istəyirik ki, bu işə hüquqi qiymət verilsin və haqq yerini tapsın. Bizim şəhidimizin atasına haqsızlıq olub orada. Çox xahiş edərdim ki, bu işə nəzərdən bir də keçirilsin və bu işə hüquqi qiymət verilsin, şəhidimizin atasına qarşı olan haqsızlıq yerini tapsın. Mən şəhid Yusradə Xudayarın anası Radə Qurbanova, bütün şəhid ailələrimiz adından, analarımız adından belə qərara gəldik ki, Daxili İşlər Nazirliyimiz Vilayət Eyvazova və Daxili İşlər Nazirliyimizin mətbuat katibinə müraciət edirik. Biz çox xahiş edirik, şəhid atamızın, Vüqar qardaşımızı hamımız çox gözəl tanıyırıq şəhid ailələri olaraq. Yəni digər rayonlardan da şəhid ailələrimiz hamısı tanıyır. Onun oğlunu bütün Azərbaycan tanıyır, Pərvin Əlizadəni. Atanın video görüntülərini paylaşıblar, Şəmkir postunda necə saxlandığını, koftasının necə özü cırdığını. Biz Daxili İşlər Nazirliyimizdən, mətbuat katibindən xahiş edirik ki, bu görüntüləri əvvəl başdan Şəmkir postunda onun necə saxlanmasını, necə polis bölgəsinə dəvət olunmasını, sonra xəstəxanaya yerləşdirilməsini, iynə vuruşdular sakitləşdirməkdən ötəri. Ata orada ürək əməliyyatı keçirdikdi, açıq ürək əməliyyatı olduğu üçün onu göstərmək istəyirdi. Həmin vaxt o koftasına əl atıb cıranda, onun koftası zaten cırılmış formada olubdur. Çox xahiş edirik. Bütün şəhid ailələrimiz adından, biz Bərdə şəhid ailələri hamımız burada Böyük Şəhidlər Xiyabanındayıq. Bir yerə yığışaraq bunu Daxili İşlər Nazirliyimizdən, Vilayət Eyvazovdan və Daxili İşlər Nazirliyimizin mətbuat katibindən çox xahiş edirik ki, buna bir açıqlama versin. Yəni o görüntülərin tamlığını biz həm xahiş edirik, həm də tələb edirik. Vəssalam. Sağ olun.